İsrailin baş naziri açıq-aşkar Türkiyəni hədələyib. İsrailin baş naziri jurnalistlərə verdiyi açıqlama zamanı biz dəfələrlə Türkiyəyə xəbərdarlıq etdik və Türkiyəyə məlumat verdik ki, Suriyada genişlənmə. Lakin Suriyada genişlənməyə cəhd göstərərkən gördük sözlə başa düşmürlər, biz də Türk hədəflərini vurdu. Və İsrailin baş naziri bu açıqlamanı verərkən nə çəkinməyib, nə də Türkiyənin adını çəkməkdən heç bir halda ehtiyat eləməyib. Və açıq şəkildə deyir ki, Türkiyə əgər Suriyada genişlənməyə davam eləyərsə, İsrail daha ağır və sərt zərbələr endirəcək. Bu isə İsrail və Türkiyə arasında növbəti qarşıdurmaya səbəb ola bilər ki, İsrail, Böyük İsrail dövlətini qurmaq üçün mütləq şəkildə türklərlə qarşılaşacaq. Bu, İsrail və Türkiyə arasında olası bir müharibədən yox, İsrail və Türkiyə arasında başlayacaq müharibənin nə vaxt olacağından xəbər verir. Mütləq şəkildə İsrail və Türkiyə qarşı-qarşıya gələcək.